Deməli, simmetriya nədir? Simmetriyanı siz ibtidai sinifdən bəri sizə simmetriya öyrətməyə çalışırlar. Həyatdakı simmetriyalardan nümunələr göstərirlər. Məsələn, kəpənək simmetrik bir figurdur. Sağına solun qatlasaz üst-üstə düşər və s. Elə bir şey deməyiblər, işləmişsiniz. Deyirlər yəni. Orta məktəbdə ibtidaidən bəri uşaqlara həyatdakı simmetriyalardan nümunələr göstərirlər. Çünki həyatda simmetrik figurlar çoxdur. Deməli, indi yəni riyazi olaraq simmetriyadan danışıq olsaq, 7-ci sinifdə keçir simmetriya. Bir var nöqtəyə nəzərən simmetriya. Bir də var düz xəttə nəzərən simmetriya. Nöqtəyə nəzərən simmetriya nədir? Məsələn, bu A nöqtəsi ilə O-ya nəzərən simmetrik nöqtə dedikdə nə nəzərdə tutulur? Bunun üçün A və O nöqtəsindən keçən bir düz xətt çəkilir. A və O nöqtəsindən keçən bir düz xətt çəkilir və həmin parçanın üzərində uzunluğu AO-ya bərabər olan bir OB parçası ayrılır. Bu zaman deyirlər ki, A və B nöqtələri O nöqtəsinə nəzərən simmetrikdir. Çünki baxın, mən barmağımı O-ya qoyub götürüb bu parçanı qatlasam, gəlib B, A-nın üzərinə düşəcək. Çünki burada 5 damadır, burada 5 damadır. Mən bunu buradan qatlasam, mütləq onun üstünə düşəcək. Aydın mı? Yəni, burada deyirik ki, A və B nöqtələri O nöqtəsinə nəzərən simmetrikdirlər. O-ya da deyirlər, yəni O nöqtəsi olur simmetriya mərkəzi. Simmetriya mərkəzi. Bu olur nöqtəyə nəzərən simmetriya. Yəni, şagird başa düşməlidir ki, nöqtəyə nəzərən simmetriyada simmetrik nöqtələri eyni bir düz xətt üzərində olurlar və A-dan O-ya qədər olan məsafə ilə O-dan B-yə qədər olan məsafə eyni olmalıdır. Bu eyni yerdə olmayıb, biraz qısa və ya uzun olsa, qatlayanda gedib B-A-nın üzərinə düşməyəcək. Aydın oldu. Bu olur nöqtəyə nəzərən simmetriya. Bir də düz xəttə nəzərən simmetriya var. Buna ox simmetriyası deyirlər. Nöqtəyə nəzərən simmetriyaya mərkəzi simmetriya deyirlər. Düz xəttə nəzərən simmetriyaya ox simmetriyası. Məsələn, bu bir el düz xəttidir. Burada bir A nöqtəsi var. Bu A nöqtəsi ilə el düz xəttindən nəzərən simmetrik olan nöqtə. Elə bil ki, bax, mən bu vərəqdir. Bu vərəqin üzərində bu bizim el düz xəttidir. Bu A nöqtəsinin simmetrik olduğu nöqtə qatlayanda onunla üst-üstə düşən nöqtədir. Yəni, onu qatlayanda. Deməli, ondan üst-üstə düşməsi üçün buradan bura məsafə nə qədərsə eyni məsafədə qoymalıyam da mən. Yəni, A nöqtəsindən düz xəttə qədər məsafə deyəndə ora bir perpendikulyar çəkirəm. Onu eyni qədər uzadıram. Yəni, buradan məsafə nə qədər idisə, eyni qədər uzadıb nöqtəni qeyd etdikdə olur A və B nöqtələri el düz xəttinə nəzərən simmetrik nöqtələr. Yəni, bu olur düz xəttə nəzərən simmetriya. Buna ox simmetriyası deyirlər. El düz xəttinə isə el düz xəttinə simmetriya oxu deyilir. Simmetriya oxu. Aydın oldu. Yəni, düz xəttə nəzərən simmetriya nədir? Nöqtəyə nəzərən simmetriya. İndi bunları nəyə tətbiq edəcəyimizi görəcəksiniz. Yəni, nə üçün ümumi olaraq danışdıq? Biz sizinlə funksiya dərsində koordinat şəbəkəsindən danışmışdıq. Koordinat sistemindən danışmışdıq. Deməli, simmetriyada da biz koordinat sistemindəki nöqtələrin simmetrikliyindən danışacağıq. Tutaq ki, bu koordinat sistemi. Burada bir A nöqtəsi götürürəm. A nöqtəsinin koordinatları 3, 4-dür. Görürsünüz yəqin ki, 3 damaya 4 dama ayırmışam.
A nöqtəsinin koordinatları 3, 4-dür. İndi mən A nöqtəsi ilə A 3, 4 nöqtəsi ilə absis oxuna nəzərən simmetrik olan bir nöqtə qurmaq istəyirəm. Absis oxu x oxu. Düzdür? Mən elə bir nöqtə axtarıram ki, bunu x-ə görə qatlayanda gəlib ondan üstə düşsün. 3 mənfi 4. Buradan bura qədər məsafə nə qədərdirsə, eyni qədər aşağı düşməliyəm. Düzdür? Bu məsafə 4 vahiddə 4 dama. Düzdür? Mən nəyə nəzərən demişəm? X-ə nəzərən demişəm. X oxuna nəzərən. Yəni, bax, X oxu bu. Mən bu nöqtə ilə simmetrik nöqtə axtarıramsa, deməli, bunu belə deyək, demək ki, bu ox üzrə qatlayanda axtarıram. Ona görə də ondan eyni qədər məsafədə olan, yəni buradan bura qədər məsafə 4 idi, yəni 4 vahid aşağıdakı bir nöqtə axtarıram. Bəli, mən nə dedim? Sıfır zat vermə, sıfır zat vermə. Nəticə deyəcəyik, nəticə gələcəyik. İnşallah nəticədə gələcəyik. Bu oldu A nöqtəsi ilə o x oxuna nəzərən simmetriya. Bəli, bunu daha dəqiq deyə bilərdin. Deməli, görürük ki, absis oxuna nəzərən simmetriyada absis olduğu kimi qaldı, ordinatın işarəsi dəyişdi. Aydın mı? Yəni, absis olduğu kimi qalır, ordinatın işarəsi dəyişir. Bəli, mən bunu nümunə ilə göstərdim ki, sonra da ümumiləşdirim. Deməli, A, x, y nöqtəsi ilə o x-ə nəzərən simmetriyada alınan nöqtəmiz olacaq x mənfi y. Nəticə olaraq kitabda da bu yazılıbdır, görəcəksiniz. Məsələn, tutaq ki, mənfi 3, 1 nöqtəsi ilə o x-ə nəzərən simmetrik olan nöqtə nə olacaq? Mənfi 3, mənfi 1. X qalacaq, y-in işarəsi dəyişəcək. Getdik yuxarı. İndi A 3, 4 nöqtəsi ilə ordinat, yəni y oxuna nəzərən simmetrik. Deməli, bu oxdan bura qədər məsafə nə qədərdir? 3 vahid. 3 vahid bu tərəfə gəlsək görərik ki, bizim bu C nöqtəsi oldu nə? Mənfi 3, 4. Buradan da nəticə gəlirik. Deməli, y oxuna nəzərən simmetriyada x işarəsini dəyişir, y qalır. Yəni, məsələn, mənfi 3, 1 nöqtəsi ilə o y-ə nəzərən simmetrik olan 3, 1 olur. X-in işarəsi dəyişdi, y qaldı. Aydın olmalı. Ay bala. X-in işarəsi dəyişir, y qalır. X mənfi 3-dən müsbət olacaq, y də olduğu kimi qalacaq. Oxlara nəzərən simmetriyada adını çəkdiyin ox koordinatı qalır, o birisi dəyişir. X-ə nəzərən deyirsənsə, X-i saxlayıb y-i dəyişirsən işarəsini, y-ə nəzərən deyirsənsə, y-i saxlayıb X-in işarəsini dəyişirsən. Aydın mı? Sonra, koordinat başlanğıcına nəzərən simmetrik olduğu nöqtə. Bəli. Buradan koordinat başlanğıcına qədər məsafə 5 vahiddir. Düzdür? Bundan 5 vahid o tərəfdə düşəcəyi nöqtə bundan başqa bir şey ola bilməz. Yəni, koordinat başlanğıcına nəzərən simmetriyada A, x, y nöqtəsi ilə koordinat başlanğıcında olacaq mənfi x, mənfi y. Yəni, məsələn, tutaq ki, mənə verir ki, mənfi 4, 2 nöqtəsi ilə koordinat başlanğıcına nəzərən simmetrik nədir? Olur 4, mənfi 2 nöqtəsi. Aydındır? Xeyr, bax, ikisi də dəyişdi. İkisi də koordinat başlanğıcı. İkisinin də işarəsi mənfidirsə müsbət ilə, müsbətsə mənfidir, ikisini də dəyişir. Aydın mı? Yəni, koordinat başlanğıcına nəzərən simmetriyada həmişə belə olacaq. Yəni, sənə hansı nöqtəni verir? Məsələn, deyir ki, mənfi 1,
-6 nöqtəsi ilə koordinat başlanğıca nəzərən simmetrik olan nöqtə olacaq 1,6. İkisinin də işarəsini dəyişərsən. -1, -6 ilə o x-ə nəzərən deyirsə, -1, 6 olacaq. O x deyirsə, x qalacaq, y dəyişəcək. -1, -6 nöqtəsi ilə o y-ə nəzərən deyirsə, y qalacaq, x dəyişəcək. Aydın oldu. Şükür. Birləşdirsəm, bizə dəqiq gətirim. Sonra davam edək simmetriyə. Y bərabər x düz xəttinə nəzərən simmetrik olan nöqtə anlayışı var. Onu da göstərim şəkil üzərindən. Y bərabərdir x düz xətti. Y bərabər x düz xətti. Bax, bu elə bir düz xətdir ki, bu düz xəttin üzərində olan nöqtələrin absisləri ordinatına bərabərdir. Y bərabər x düz xəttidir. Bax, bu düz xətt. X-ə 1 verəndə y-ə 1 olur. 2 verəndə 2 olur. 3 verəndə 3 verir. Düz damaların ortası ilə gedir. -1 verəndə -1 olur. Bu düz xəttə nəzərən simmetrik olan nöqtə. Məsələn, burada bir nöqtə qeyd edirəm. Orada qeyd edəmirəm. Burada edəcəm. 5, 1 nöqtəsi. Mən bu nöqtədən, bu düz xəttə nəzərən simmetrik olmaq üçün burada ona perpendikulyar çəkməliyəm. Düzdür? Və eyni qədər uzatmalıyam. İnanırsınız, eyni boyda çəkmişəm. 2 kvadratın diagonalı boyda çəkmişəm. Damaları elə seçdim ki, rahat görə bilərsiniz ki, məsafə eyni boydadır. Onda bu B nöqtəsi hara düşdü? Sizcə nə baş verdi? X-dən Y-in yeri dəyişdi. 5, 1, 1, 5 oldu. Simmetrikliğine inanırsınız da yəqin ki, eyni boyda var. Burada da elə koydum nöqtəni ki, 2 dama boyda olsun. Buradakı inandırıcı görünsün hər şey. Yəni, gördüyünüz kimi Y bərabər X-ə nəzərən deyəndə, yəni A, X, Y nöqtəsi ilə Y bərabər X düz xəttindən nəzərən simmetrik nöqtə deyəndə Y, X olacaq. Məsələn, nümunə olaraq göstərirəm. -3, 6 nöqtəsi ilə Y bərabər X-ə nəzərən, deyirəm, X-dən Y-in yeri dəyişir. Olur 6 -3. Aydın olur. Bir də bunun Y bərabər -X düz xətti var. Daha onu çəkmirəm bir də. O da bu tərəfdən keçəcək. Buna nəzərən simmetriyada həm yerləri, həm işarələri dəyişir. Olur -Y, -X. Məsələn, tutaq ki, -3, 6 nöqtəsi ilə Y bərabər -6, müsbət 3. Həm yerini dəyiş, həm də işarəsini dəyiş. Bu belə. Sonra davam edək. Bax, biz X bərabər 4 düz xətti keçmişdik.
xətti funksiya tərsini keçəndə demişdik x oxuna paralel düzxət x bərabər a, y oxuna paralel düzxət y bərabər b düzxətlər. Məsələn, x bərabərdir 4 düzxətli dedikdə bu x bərabər 4 düzxətlidir. Çünki x-i 4 olan nöqtələrin hamısı o düzxəttin üzərindədir. Ta ki, belə bir misal verib. Deyir ki, A 1 3 nöqtəsi ilə x bərabər 4-ə nəzərən simmetrik. A 1 3 nöqtəsi. A nöqtəsi buradadır. Bu nöqtə ilə o düzxətdə nəzərən simmetrik olan nöqtəni görmək üçün mən buradan bu düzxətdə çəkib perpendikulyarı eyni qədər davam eləməliyəm də, düzdürmü? A nöqtəsindən bu düzxəttə qədər məsafə neçə vahiddir? 3 vahid. 1-dən 4-ə qədər. O tərəfə də 3 vahid getsəm, bu B nöqtəsinin koordinatları nə olacaq? 7, 3. İnandırıcı gəlmədi nəsə? Yəni, hə. 3 vahiddir. Bu üçün həmin şeydir. 3 zamandır. Buradan bura qədər məsafə ilə bu məsafə eyni boyda. Bu o tərəfə 3 zaman gedibsə, 4-dən sonra da 3 zaman getsən, hara yer çıxarsan? 7-yə. Yəni, buradan bura, yəni ki, o kölgəsi burada, yəni eyni şeydir. Bu nöqtədən o düzxəttə qədər məsafə 3-dürsə, o tərəfə də 3 vahid gedəndə, yəni bu 4-dən keçəndə, olacaq 7. Eyni qədər olmalı ki, qatlayanda üstə gəlir düşsün. Yəni, mən bu vərəqi bu düzxəttə nəzərə götürüb qatlasam, B-nin gəlib A-nın üstünə düşməsi üçün B də A da həmin düzxətdən eyni məsafədə olmalıdır. Bunu qayda olaraq da deyirlər, amma əzbərləmək yerinə çəkib tapa bilsəz çox gözəl. Qayda olaraq belə yazılır, belə bütün kitablarda. Yazılır ki, x0, y0 nöqtəsi ilə x0, y0 yazar ki, burada da x yazacaq, ona görə qarışmasın. X bərabər A-ya nəzərən simmetrik olan nöqtə 2A minus x0, y0 olur. Məsələn, baxın, deməli 2A. Bunu vurdunuz 2-yə, necə eləyir? Çıxdınız x-i, yəni bunu 7. Amma y-ni də dəyişmədiniz. Qayda bunu göstərir sizə. Amma bunu qaydasız da çəkib görmək olur. Bir də bunun y bərabər B düzxəttinə nəzərən simmetriyasından danışaq. Y oxumuz. X oxumuz. Buradan bir düzxət keçirdək. Bu düzxət y bərabərdir 3 düzxətlidir. Və bir nöqtə götürün. Burada bir nöqtə götürəcəm. Bu 2 mənfi bir nöqtəsi olar da yəqin ki. Şəkildən görünən odur. Düzdür mü? İndi bu 2 bir nöqtəsi ilə, doğrusu 2 mənfi bir nöqtəsi ilə y bərabər 3-ə nəzərən simmetrik nöqtəni görmək üçün. Mən bu nöqtədən o düzxətdə perpendikulyar çəkməliyəm. Sizcə buradan A nöqtəsindən o düzxəttə qədər məsafə neçə vahiddir? 4. 4 damadda, yəni 4 vahiddir. Onda bundan da 4 vahid yuxarı gedəsi olsan, gəlib çıxacam hara? 7-yə. Amma y qalacaq, doğrusu x-i qalacaq 2. Yəni 4 damaydı həmin nöqtə ilə düzxəttin arası, 4 damada o tərəfdə qoymalıyam mən. Olur 2, 7 nöqtəsi. Yəni bu düzxətdə nəzərən simmetrik olan nöqtə 2, 7. Bunun nəticə olaraq, qayda olaraq necə yazırlar? Deməli yazırlar ki, x0, y0 nöqtəsi ilə y bərabərdir B-yə nəzərən simmetrik olan nöqtə x0, 2b minus y0. Absis qalır. Bunu vurursan 2-yə, çıx y0. 6 çıxılsın mənfi 1 edir 7.
Düstur olarak belədir, amma mən şəkillə anlamağın tərəfdarıyam. Aydın olmadı Həzər? Təbii ki. Çünki birinci x-i göstərir, ikinci y-i. Yəni, elə belə ədədlər deyil. Birinci absis yazılır, sonra ordinat yazılır. Sonra, parçanın orta nöqtəsinin koordinatlarının tapılması. Parçanın orta nöqtəsinin koordinatlarının tapılması. Parçanın orta nöqtəsinin koordinatlarını tapmaq üçün uc nöqtələrin koordinatlarını toplayıb yarı bölürlər. Bunu həm siz orta məktəbdə 8-ci sinifdə keçmişsiniz, həm də yenə 9-cu sinifdə çevrə tənliyi dərsindən öncə bunu təkrarladıblar sizə. Məsələn, nümunə göstərmək istəyirəm. Burada bir nöqtə olsun. Bir nöqtə dedim, çünki bir oraya yazdım. 8 bir nöqtəsi. A nöqtəsi 8 bir nöqtəsidir. Bir də burada bir nöqtə götürün. Bu nöqtədə olsun 2, 5 nöqtəsi. Düzdür? İndi bu ikisini birləşdirən bir parça var. AB. Mən bu AB'nin ortasını. Ortası bura düşər də. Yəni ki, inanarsınız. 3. Tam ortası da. Bu nöqtənin koordinatlarına da baxın. Bura nə olacaq? 3. Sizcə bunun uc nöqtələrlə bir əlaqəsi nədir? Baxın, 2 ilə 8-i toplayıb yarı bölünsə neçə eləyir? 1 ilə 5 toplayıb yarı bölsən? 3. Yəni, parçanın orta nöqtəsinin koordinatlarını tapmaq üçün uc nöqtəsinin koordinatlarını toplayıb yarı bölmək lazımdır. Şəkil çəkmək lazım deyil. Şəkili inandırım sizi deyərək çəkirəm. Aydın mı? Deməli, tutaq ki, bunun ortası C nöqtəsidirsə, C nöqtəsinin koordinatlarını tapmaq üçün, absisi tapmaq üçün absisləri toplayıb yarı bölməlisən, ordinatı tapmaq üçün də ordinatları toplayıb yarı bölməlisən. Aydın oldu nə deyim? Ayağın şübhə ilə yanaşırsan nəyəsə. Məsələn, tutaq ki, bunu qayda olaraq belə yazırlar. Tutaq ki, A nöqtəsinin koordinatları x1, y1, B nöqtəsinin koordinatları x2, y2'dir. Onda AB parçasının C orta nöqtəsinin koordinatları olacaq x1 üstəgəl x2 bölü 2, y1 üstəgəl y2 bölü 2. Yəni, parçanın orta nöqtəsini tapmaq üçün uc nöqtələrin eyni adlı, yəni absislə absisi toplayıb yarı bölürsən, ordinatla ordinatı toplayıb yarı bölürsən. Aydın oldu? İndi, bax, tutaq ki, bizə deyir ki, A mənfi 1,4 nöqtəsi ilə o 2,3 nöqtəsinə nəzərən simmetrik olan nöqtənin koordinatlarını tapın. Simmetrik olan nöqtənin koordinatlarını tapın. İndi bax, deyir ki, A nöqtəsi ilə koordinat sistemində qurmayacaq. Əgər simmetriyanı başa düşmüşsə, problem olmayacaq. A nöqtəsi tutaq ki, budur. Bununla O-ya nəzərən simmetrik olan nöqtə bundan eyni məsafədə olmalıydı da. Düzdür? Onda O nöqtəsi bu parçanın ortası olmuş olur. Biz də B-ni bilmirik. A-nı bilirik, bu ucu bilirik. Parçanın ortasını bilirik. O biri ucu da bilmədiyim üçün belə yazıram. İndi mən dedim ki, ortanı tapmaq üçün neynəmək lazımdır? Ay, sağ ol. Ortanı tapmaq üçün ucları toplayıb yarı bölmürdük. İndi ucun biri bəlli, biri məchul. Mənfi 1 ilə x-i toplayıb yarı böləndə 2 alınmalıdır. 4 ilə də y-i toplayıb yarı böləndə 3 alınmalıdır. Buradan da tənliyi həll edirsən. Tapırsan ki, x 5,
Y-də 2'dir. Deməli, B nöqtəsi oldu 5, 2. Aydın oldu. Yəni, sizə deyəndə ki, A nöqtəsi ilə filan nöqtəyə nəzərən simmetrik olan nöqtəni tap, siz dərk eləməlisiniz ki, simmetriya mərkəzi parçanın ortasını göstərir. O simmetrik nöqtələr də parçanın iki ucudur. Aydın oldu mu? Tanıyırsan, qutardı son. Misal qutardı, daha nə istəyəcək? Nə istəsin? Hə, davamı nə istəyə bilər? Hadi ortanı vermişlər, sən ortaya nəzərən ucu tapdın. Nəzər təzən ortanı istəsin, ortanı verib də olsa sənə. Verdiğini bir də istəsin ki, bir də təzən bunu tap. Bu belə. Bu oldu simmetriyalar. İki nöqtə arasındakı məsafə düsturu. İki nöqtə arasındakı məsafə düsturu. Bu düsturda yenə həmin o parçanın orta nöqtəsi kimi həm 8-ci sinifdə keçmişsiniz, həm də 9-cu sinifdə. Çünki vacib bir qaydadır. Yenə birinci inandırıcı olsun. Bax, tutaq ki, bura 1, 7 nöqtəsidir. Burada 9, 1 nöqtəsidir. Bu parçanın uzunluğunu istəyir. AB parçasının uzunluğunu istəyir. Burada bir C nöqtəsidir. A ilə C-nin arasındakı məsafə nə qədərdir? 1 ilə 7-nin arası 6 damadır. Sizdə niyə 8 damadır? Şəkildə 5 dama görsün deyəsən ona görədir. Qoy biraz dəyişim. Biraz yerini aşağı qoydum, yerləşməyəcək deyənə. O da problem yaradır. 7 oldu, 2, 4, 6, 7. Bunu qoymamışam. 2, 4, 6. Neyse yerləşin olsun. 2, 4, 6. Bu da 9. Deməli, AC məsafəsi nə qədərdir? 6. Nətər tapdınız 6-nı? 7-dən 1 çıxaraq. Düzdür. CB məsafəsi nə qədərdir? Nətər tapdınız? 9-dan 1 çıxaraq. İndi bunlar kat etdirsə, biz hipotenuzu tapmaq üçün nə etməliyik? 6-nın kvadratı ilə 8-in kvadratını toplayıb alırıq onu. Yəni, əslində mən 7 ilə 1-in fərqinin kvadratı ilə 9 ilə 1-in fərqinin kvadratını topladım da. Ona görə də deyirlər ki, A x1, y1 və B x2, y2 nöqtələr arasındakı məsafə, yəni AB, kök altda x2 minus x1-in kvadratı, y2 minus y1-in kvadratı kimi hesablanır. Bu düstura deyirlər, iki nöqtə arasındakı məsafə düsturu. Tam ədədlər almaq məcburiyyətində deyil. Nə qoysaydım olsa Pifagor eləyəcəkdim. Fərqini tapıb, ta ki, bura 4 vahid olsun, bura 7 vahid. Nəticədə mən Pifagor terimində 4-ün kvadratını 7-nin kvadratı toplamalıyım. Kök çıxdı, çıxmalı. Fərqi yoxdur. Məsələn, ta ki, bizə verəcək A mənfi bir 3 nöqtəsi ilə B 2, 0 nöqtəsi arasındakı məsafəni tap. Onda mən yazacağım AB bərabərdir. 2 çıx mənfi 1 ya da mənfi 1 çıx 2. Birindən o birisini çıxırsa. Hansı x1, y1-də önəmi yoxdur. Aydın mı? 2-dən mənfi 1-də çıxmaq olar. 2-dən mənfi 1 çıxan neçə eləyir? 2-dən mənfi 1 çıxanda 3 eləyir. Kvadrat neçə eləyir? 1-dən mənfi 1-dən 2 çıxanda neçə eləyir? Neçə eləyir? Kvadratı 9. Yəni fərqi yoxdur ki, bundan 10 çıxdın, ondan bunu çıxdın. 9 eləyəcək. Aydın mı? Ona görə istəyirsən A-nınkilərdən B-ninkiləri çıx, istəyirsən B-ninkilərdən A-nınkiləri çıx. Deməli, bu elədir 9, o da elədir 9. İndi bu təsadüfi x də 9 edir. Həmişə x də yenə də olmayacaq. Bu da elədir 18, yəni 3 kök altda 2. Aydın oldu. Bu belə. Figurlarda simmetriya.
Figurlarda. Hansı figurlarda simmetriya oxu və ya simmetriya mərkəzi var? Deməli, üçbucaqlar içərisində bərabər yanlı üçbucağın bir dənə simmetri oxu var. Bu bərabər yanlı üçbucaqdır. Bunun bir dənə simmetri oxu var. Bu düz xəttə nəzərən qatlasam üstə düşər. Başqa elə bir düz xətt tapa bilməzsiniz ki, bu üçbucağı o düz xəttə nəzərən qatlayanda bir tərəf o bir tərəfini örtsün. Yəni üst-üstə düşsün. Aydınmı? Yəni bərabər yanlı üçbucağın bir dənə simmetri oxu var. Bərabər tərəfli üçbucaqda bu 3 dənədir. Çünki bərabər tərəfli üçbucağa hər tərəfdən bərabər yanlı kimi baxmaq olur da. Ona görə də bərabər tərəfli üçbucağın 3 dənə təpədən keçir fərz edin. Çünki mən çəkənmədim tam olaraq. Bu oturacağın ortasından keçdi. Bu da hər tərəfin ortasından və təpədən keçən. Bu düz xəttlər onun simmetri. Bunun bir dənədir, onun 3 dənə. İxtiyari üçbucağın simmetri yoxu yoxdur. Paralelogramın simmetri yoxu yoxdur. Paralelogramı kelimədə də yoxlaya bilərsiniz. Paralelogram da yazayım, düzəldərkən. Bu paralelogram. Düzdürmü? Elə bir ox yoxdur ki, elə bir xətt yoxdur ki. Mən o xəttə nəzərən bu paralelogramı qatlayanda bir tərəfi o birisini örtsün. Məsələn, diagonal üzrə qatlayıram, bax, gelib üstə düşməyəcək, başqa yerə çıxacaq. Hansı diagonal üzrə qatlayırsınız, qatlayın, bir tərəf o birisini örtmür. Romda örtəcək, paralelogramda örtməyəcək. Romda tərəflər bərabər olduğu üçün örtəcək. Necə örtəcək? Qoy bircə dəqiqə çəkeyim. Bəli, Romda 2 dənədir. Diagonallardan keçən düz xəttlər, bəli. Bu diagonaldan keçən bu xətt üzrə də qatlasan yuxarı aşağını örtəcək. Belə də qatlasan örtəcək. Paralelogramda amma o mümkün deyil. Evdə özünüz kağızdan bir paralelogram çəkib səhərə qədər qatlayarsınız, bəlkə tapsınız. Sonra, düzbucaqlıda 2 dənədir. Tərəflərinin ortasından keçən düz xətt. Qatlasan üstə düşər. Düz ortadan keçirsəz, o səfərə qatlayanda ortadan qatlayırsınız ki, üstə düşsün də. Yəni, düzbucaqlının 2 dənədir. Kvadratın neçə dənə olar sizcə? 4 dənə. Çünki həm kvadratı tərəflər üzrə qatlayanda üst-üstə düşür. Həm də kvadratı diagonallar üzrə qatlayanda üst-üstə düşür. Sürüşdü bu tərəfə. Sürüşdü o biraz. Yəni, amma simmetrikdir yəni. Yəni, həm diagonallar üzrə qatlamaq olur, həm də tərəflər üzrə. Yəni, bu təpədən keçir, üstü niyəsə ən axırda gəlir, sürüşür o tərəfə. Yəni, kvadratın 4 dənə simmetri yoxu var. Trapesiyalar içərisində ancaq bərabər yanlı trapesiyanın, o da bir dənə. Hardan keçən düz xətt, oturacaqların ortasından keçirdiyiniz düz xəttə nəzərən simmetrikdir. Başqa heç bir trapesiyada simmetriya oxu yoxdur. Dairənin sonsuz sayda simmetri yoxu var. İstənilən diametrinə görə dairəni qatlasaz üst-üstə düşür. Hansı diametri çəkirsən çək, o diametrə görə dairəni qatlasan bir yarısı, o birisi yarısını örtəcək. Sonsuz sayda da diametri çəkə bildiyimiz üçün sonsuz sayda simmetri yoxu var. Aydın mı? Sonra nə deyəcəkdik? Figurlardan. Sonra bu simmetri yoxlar. Bir də simmetriya mərkəzi var. Bax, paralelogram və onun bütün növlərində
Diaqonalların kəsişmə nöqtəsi o fiqurun simmetriya mərkəzidir. Niyə? Çünki diaqonallar kəsişəndə yarı bölünür. Yəni A və C O-ya nəzərən simmetrik sayılır. B ilə D də O nöqtəsinə nəzərən simmetrikdir. Nöqtələrdən danışırım, fiqurdan danışmıram. Yəni A və C nöqtəsi O-ya nəzərən simmetrikdir, B ilə D. Deməli, diaqonalların kəsişmə nöqtəsi paraleloqram və onun növləri, romb, kvadrat və düzbucaqlı. Hamısı üçün simmetriya mərkəzidir. Aydın mı? Bu oldu fiqurlarda simmetriya. Bir də dönmə var. Dönmə. Bu nədir dönmə? Bax. X oxu, Y oxu. Burada bir nöqtə götürək. 3, 4 nöqtəsi. Bu, o nöqtə elə ki, bu oxun üzərindədir. Dönmə koordinat başlanğıcının ətrafında dönmədir. Yəni, koordinat başlanğıcı ətrafında dönmə. İki istiqamətdə dönmə var. Saat əqrəb istiqamətində və saat əqrəbinin əksinə dönmə var. Deməli, bu nöqtənin, A nöqtəsinin, saat əqrəbi istiqamətdə, burada da elə 10 dərəcə, 20 dərəcə söhbət deyil, 90 dərəcə, nə bilim, 180 və 270 dərəcə dönmədən danışırlar. Bunu 90 dərəcə döndərsəm, bax, ben onu 90 dərəcə döndərdiyim, bu onunla düzbucaq altda kəsdim onu. Yəni onlar 90 dərəcə döndərdim elə ki, mən o xətti. Düzdürmü? Onda bu koordinat başlanğıcdan bura qədər 5 idi. Onunla 5 vahid məsafədə olan nöqtə gəlib düşdü bura. Bax, A 3, 4 nöqtəsini saat əqrəbi istiqamətində 90 dərəcə döndərdim. Oldu hansı nöqtə? 4 mənfi 3 nöqtəsi. Düzdürmü? İndi onu 180 dərəcə döndərim saat əqrəbi istiqamətdə. 180 dərəcə dönmə elə koordinat başlanğıca nəzərən simmetrikdir. Bax, 180 dərəcə döndərirəm. Gəlib düşəcək bura. Olacaq. Deməli, A 3, 4 nöqtəsini saat əqrəbi istiqamətində 180 dərəcə döndərdim. Mənfi 3, mənfi 4 oldu. Bunu 270 dərəcə döndərim. Xeyr. Saat əqrəbi istiqamətdə 270 dərəcə. Düzdür, şəkildən gəldi, yazım üst-üstə düşəsi oldu. Yazını buradan götürməyə çalışıram. Deməli, neysə. Biraz hərflər zadlar yerini dəyişdi, qarışdı aləm bir-birinə. Neysə, 270 dərəcəni göstərək görəsiniz. 270 dərəcə haradır? Bax, bu 270 dərəcə dönmədir. 90, 90, 90. 270 dərəcə. Gəlib nöqtə düşür bura. Nə olur? Mənfi 4, 3 olur. Bu 3, 4 nöqtəsi idi. Deməli, saat əqrəbi istiqamətində 90 dönəndə 270. İndi nəticə çıxardaq. Ümumiləşdirək, bir nəticə çıxardaq ki, nə baş verdi? 90 dərəcə olanda x-in işarəti dəyişir, sonra y mənfi x. Olur y mənfi x. Saat əqrəbi istiqamətində. 180 dərəcə olanda olur, ikisinin də işarəsi dəyişir. Bu 180 dərəcə koordinat başlanğıcına nəzərən simmetrikdir. 270 dərəcə olanda olacaq mənfi yx. Düzdür? Bu saat əqrəbi istiqamətində oldu. Saat əqrəbin əksinə dönəsi olsam
Bu saat əqrəbinin əksinə 90-dır. Bu saat əqrəbinin əksinə 180-dir. Bu da saat əqrəbinin əksinə 270-dir. Eyni şeydə bu tərəfdən 270 dönmək, oradan 90 dönməkdir. 360-dır tam bu da. Aydınmı? Bu da olur dönmə. Vəssalam. Belə.